Dünyada siyasi hərbi qarşıdurma çox ağır bir perioda keçib. Səngimək, yüngülləşmək əvəzinə biraz da ağırlaşır. Bu da insanların istəyinin tam xilafınadır, əksinədir. Yəni, insanlar istəyir ki, bir sülh olsun, asayiş olsun, rahatçılıq olsun. Amma təəssüflər olsun ki, bu dünyanın hakimiyyət kürsüsündə oturan qüdrətlər, qüvvələr, imperialistlər, kapitalistlər dünyanın qanını sovurmaya davam edirlər. Xalqları rahat buraxmırlar. Öz istəklərini diktə eləyirlər. Səltənəti öz əllərində cəm etmək istəyirlər. Yəni, sərbəst buraxmırlar xalqları. Bir cür də həyat yolu tərsim ediblər ki, bu həyat yolu Allahın yoluna tam ziddir, əksdir. Elə bir həyat insanlar üçün ortaya qoyublar ki, bu yaşayışda axirət yoxdur. Axirəti qazanmaq olmayacaq. Bizim şikayətimiz bundandır. Bizim şikayətimiz bundandır ki, bu bəhanələrlə ki, azadlıq var, insan haqları var, söz azadlığı, fikir azadlığı, bunları yalandan şüar eləyiblər, amma bu şüarlarla elə istəyirlər ki, insanların azadlığını məhdud etsinlər. İnsanları özlərinə tabe və təslim etsinlər və yer üzündə də fəsadı yaysınlar, qəd ələm eləsinlər. Budur, bizim dünyamızın mənzərəsi budur. Bunun qarşısında möminlər qiyam eləyib, mübarizə aparırlar və müqavimət göstərirlər. Nə qədər şəhidlər də təqdim olunub, bu zülümdən bəşəriyyətə nicat vermək üçün. Qanlar axıdılıb. Böyük alimlər canlarını fəda eləyib bu yolda. Nə qədər məzlum insanlar qətl edilib, günahı olmadan. Nə qədər insanlar evindən, eşiyindən didərcin edilib. Bu Fələstində, İraqda, digər məmləkətlərdə bu günahsız insanlar ki, öldürülüb, bunların ahı indi bu dəqiqə aləmi bürüyüb. O qüdrətli istismarçı, işğalçılar elə güman edirlər ki, biz insanları sustursuq, öldürsük, məhv etsük, öz istəklərimizə çatacaq, dünyanın ağası olacaq. Amma dünya heç onlara da qalmayacaq. Bu xoş yaşayış hamısından alınıb. Adam biraz oturur, düşünür. Fələstində, İraqda, Suriyada bu qədər məzlum insan ki, öldürüldü, bunların ahı yerdə qalacaq. Allahın dərgahında bunlar şikayət eləməyəcək. Biz də oturmuşuq, müntəzirik ki, həyat düzəlsin, rahat olsun. Təəssüflər olsun ki, olası deyil, oxşamır olana. Nəyə görə? Çünki bu günahsız insanların ahı var bu dünyanın üstündə, başının üstündə. Ona görə də nə qədər bacardıq gərək səsimizi qaldıraq onların başına. Bəsdir cinayət elədilər, zülm elədilər. İndi müharibə elə bir həddə gəlib çatıb ki, tərəflər biri-birini tükədirlər. Resurslarını, silahlarını tükətmək üçün vuruşurlar. Amerika dövləti, İsrail, NATO hücum elədi. İstəkləri bu idi ki,
müqavimət cəbhəsini tamamilə məğlub eləyib aradan aparsınlar. Əvvəl plan bu idi. Bu planla gəlmişdilər. Əgər bu plan baş tutsaydı, dünyanın halı indi necə olacaqdı Allah bilir. Qüdrət onların əlində, bir məhdudiyyət yox, nə istəsəydilər edərdilər. Amma bu günləri özləri zəifləyir və geriləyir. Bəzi sözlər təkrardır. Təkrarda da bir hüsn var. Diqqəti yönəldək və unutmayaq. Əvvəl onlar nə qədər güclü idi, bu günləri nə qədər zəifləyiblər. Bunu müqayisə eləyək. Müqayisə edək, görək ki, bunlar nə qədər zəifləyib, geriliyib və iqtisadiyyatları da böhrana düşüb. Amma zərbə də vururlar. Bütün bu zərbələrdən dünyanın bütün millətləri, xalqları, dövlətləri bir zərər və ziyan çəkir, görür. Artıq belə deyil ki, bir tərəfdə olsun, başqa tərəfə təsir eləməsin. Bütün dünya bundan təsirlənir. Tükətmə periyodudur, gücdən salma, zəiflətmə periyodudur. Yəni, qəsdən müharibəni uzadırlar, müzakirə bəhanəsi ilə danışıqlar, biraz hücuma keçirlər, vururlar, görürlər istədiyi alınmır. Gəl müzakirə eləyək, müzakirədən də məqsədi bu deyil, anlaşsınlar, sülh yaratsınlar. Xeyr, vaxt qazanır, vaxt udur. Gedir, qüvvələrini yerinə bərpa eləyir, resurslarını toplayır, silahlarını artırır, yenə də başlayır köynə işini davam etməyə. Həmçinin müqavimət tərəfi də, bu da onların rəftar etdiyi siyasətlə onlarla rəftar edir. Bu da tam məntiqli, ağıllı bir siyasət irəli qoyub, müzakirədə onları fırladır. Onları elə vəziyyətə salır ki, onlar özləri dolaşırlar, anlamırlar məsələ nə yerdədir. Ona görə də müxtəlif məlumatlar verirlər mediaya. Bunlar da onları tükədir. İndi ya anlaşacaqlar, ya da iki tərəfdən biri çökəcək, tükənəcək, zəifləyəcək və təslim olacaq. İnşallah ki, haqq qüvvələr qazanar, qalib olar. Bu ilin Ərbəyin ziyarəti də tuş gəlib belə bir dənə müharibəyə. Regionda, Ərbəyin ziyarəti olan regionda müharibə gedir. Ərbəyin zəvvarlarının yolu onsuz da ağırdır. İsti, aclıq, yolun məşəqqəti, zəhməti. Bunun üstündən müharibə də əlavə olunub. Müharibə təhlükəsi də var. Allah Teala Ərbəyin zəvvarlarını bu təhlükədən qorusun, hifz eyləsin. Ərbəyin zəvvarları üçün və ümumiyyətlə İmam Hüseyn əleyhissalamın zəvvarları üçün İmam Sadiq əleyhissalamın gözəl duası var. O duaları burada oxuyub tərcümə eləmək istəyirəm. İnşallah ki, İmam Sadiq əleyhissalamın bu gözəl duası Ərbəyin zəvvarlarının, İmam Hüseyn əleyhissalamın zəvvarlarının halına şamil olsun. Ravi deyir, daxil oldum İmam Sadiq əleyhissalamın otağına icazə ilə. İzin aldım, daxil oldum. İmam Sadiq əleyhissalam namaz halındaydı, səccadəsində dua eləyirdi. Gördüm, belə dua eləyir. Duanı dedi, gəldi bu yerə çatdı. Allahümmə iğfir li və li ixvani və zəvvari qəbri Əbi Abdillahil Hüseyn əleyhissalam. Bar ilaha məni, qardaşlarımı və cəddim Hüseynin zəvvarlarını bağışla. İmam Sadiq əleyhissalam deyir, dua eləyir. Bir mömin insan üçün dua eləyəndə nə böyük bir qənimətdir. O duanı Peyğəmbər eləyə, İmam eləyə, İmam Sadiq eləyə. İmam Hüseyn əleyhissalamın zəvvarları üçün dua eləyir İmam Sadiq əleyhissalam. Fərhəm tilkəl vücuhəlləti Qəyyərət həşşəms. Bar ilaha,
günəşin yandırdığı üzlərə rəhmətvi şamil eylə. İraq o təbiəti, coğrafiyası o qədər istidir ki, məxsusən bu yay günlərində günəş o zəvvarların üzünü, bədənini elə yandıracaq ki, İmam Sadiq əleyhissalam bunu unutmur. Deyir ki, günəşin yandırdığı o üzlərə, o çehrələrə rəhmətvi şamil elə. Rəhmət, ilahi rəhməti istəyir. İlahi rəhmət və rəhmətur Rabbikə xeyrun mimma yecməun. Allah Teala Quranda buyurur. Sənin pərverdigarının rəhməti dünya əhlinin dünyada bütün topladıqlarından daha xeyirlidir. El aləmin sərvətindən Allahın rəhməti xeyirlidir. Vərhəm tilkəl xududəlləti tətəqəlləbu əla hufrəti Əbi Abdillahil Hüseyn aleyhissalam. İmam Hüseyn aleyhissalamın qəbrinə dəyən, toxunan o yanaqlara rəhməti şamil eylə. İndi gedəcəklər, zərihi təbərrük eləyəcəklər, üzlərin, bədənlərin sürtəcəklər, zəvvarlar. İmam deyir ki, bu yanaqlara rəhməti şamil eylə. Vərhəm tilkəl əyunəlləti cərət dumuuha rəhmətən lənə. Bizə məhəbbətdən və rəhmətdən yaş axıdan o gözlərə. Əhl-i beyti sevməkdən mərhəmət hissi, rəhmət hissi gəlir. O gözlər yaş axıdır. Deyir ki, bu gözlərə rəhmət və şamil eylə, rəhmət göndər. Bar ilaha. Vərhəm tilkəl qulubəlləti cəzəət vəhtərəqət lənə. Bizim müsibətlərə yanan, yaxılan qəlblərə rəhmət və şamil eylə. Əhl-i beyt müsibətinin elə bil ki, təkrarıdır da, qədəmləridir bu yol. Bu ərbəyin yolu Əhl-i beyt üsəralarının keçdiyi bir yoldur. O yolda qədəm götürür bu zəvvarlar. Bunun elə hikməti, fəlsəfəsi də elə budur ki, o müsibətdən biraz dadaq, biraz yaşayaq, az da olsa. Onun mində birin, milyonda birin yaşası bu özü bir böyük lütfdir. Vərhəm tilkəs sərxətəlləti kanət lənə. Bizə görə qalxan nalələrə, fəryadlara, çəkilən şivənlərə rəhmət eylə. Əhl-i beyt üçün nalə çəkirlər, möminlər. O qəlblər ki, yadına düşür, o müsibət dözmür. Ağlayır, nalə çəkir, şivən eləyir, ağızar eləyir. İmam buyurur ki, buna da rəhmət elə. Bu xalis duyğulara rəhmət elə, pərverdigara. Allahümmə inni əstəvdi'ukə tilkəl əbdanə vəl ənfusə həttə tərvihim ələl havdı yevməl ətəşil əkbər. Bar ilaha, bu canları, bu bədənləri qiyamət günü, yəni böyük ətəş günü sirab etməyinə görə sənə əmanət qoyuram. İmam deyir. Bu bədənlər ki, bu yolda gedir, bu nəfslər, bu canlar ki, bu yolda əziyyət çəkir, bar ilaha. O teşnə dodaqlar ki, bu yolda qədəm götürür, qiyamət günü bunları teşnə qoyma, sirab eylə.